Hı. A üstü 3'də 2 bərabərdir B-yə. Yox, Kəsrə gedər mənə. yaxın. Mən Kəsrə edər. B Qısası nədir? loqaritma Qulaq as. B-dən A-ya. Bitti. Gördünüz? Gətirin yerinə qoyun. Bunu buranda x üstü 5 eləyəcək. Ax kubudur. Bu da eləyəcək x üstü 4. Cavab nə idi? Qüvvətlər nisbət. Bu hardan ağlıma gəldi? Çünki loqaritma A-da x, A-da y. Cavabı nə idi? Y bölü X. Oradan A ağlıma gəldi. İndi gəlin razılaşaq. O əvəzləmələr falan filan parçalamaqlar yaxşıdır, yoxsa bu üsul yaxşıdır? Bu mənim. Mənə görə deməyin. Özünüz yəni fikirləşin. Bax, tutaq ki, loqaritma A-da B-ni indi məsələn belə bir sual burada. Bonus olsun. Bu bərabərdir mənfi 5-də 3-dür. Onda nə deyərəm? B-yə məsələn x üstü mənfi 3 desəm, AB nə olur? X üstü 5. Onda A nəyə bərabər olur? X üstü 5 böl B yerinə qoyanda da x-ni neçə eləyir? 8. Bu B budur, A da budur. Apar yerinə. Tənasüb qaydası ilə getdik. Hə. Baba B'yə bunu dedim, A-B'yə bunu dedim. Yuxarıda Tənasüb qaydası. Orada da görmürsünüz. Bura bu idi, burada nə idi? Ən qısası budur. Praktik su.